Gəlin Azərbaycan dilindən belə bir sualın izahına baxaq. Hansı cümlədə yanlış yazılmış söz var? Sənanın tibbi bilikləri çox yüksəkdir. Cümləmiz doğrudur. Onun qəlbi sirlərlə dolu idi. Doğrudur. Haqsız yerə yoldaşımı danladım. Yenə də burada da heç bir yanlışımız yoxdur. B variantında isə fənlər sözü. Uşaqlar, fən, xət, həd və s. Bu kimi qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi əlavə olunduqda, söz kökündəki qoşa samitlərdən biri düşməli idi. B variantında isə fən sözünə lər samitlə başlanan şəkilçi əlavə olunub və n-lardan biri düşməli idi. A variantında tip sözündə 2 dənə bu var, doğrudur. C variantı sirlər sözünə lər samitlə başlanan şəkilçi əlavə olunub və qoşa r-lardan biri düşüb, doğrudur. D variantında haqsız sözünə sız samitlə başlanan şəkilçi əlavə olunub, ona görə də qoşa q-lardan biri düşüb, doğrudur. Cavabımız oldu B variantı.